Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı cümlenizin üzerine olsun. Allah Teala gelen günlerinizi hayran bedelesin. İşlerinizi avan eylesin. İlerideki söhbətimizdə dedik ki, bazı insanlar var ki, deyirlər ki, Allah Teala bizi kasır və ya xəstə edir. Tutaq ki, bu insanların öz əməllərinə görə olur. Bəs bəzi qadınlar dünyaya naqis, xəstə, şil, lal, kör və s. xəstə uşaqlar gətirirlər. Bəs bu uşaqların nə günahı var? İndiki söhbətimdə çalışacağım ki, sizin bu sualınıza cavab verəm. Amma sizə əvvəldə deyirəm ki, hamınızdan artıq dərəcədə belə sözləri məcburiyyət üzündən dediyimə görə məni üzürlü hesab edin. Çünki mən buna cavab verməsəm, həqiqətən bir çox avam təbəqələr Allah Teala'nı ədalətsiz kimi tanıyarlar. Buna görə də mən məcburam ki, bu sualın cavabını deyəm. Elm belədir. Əslində beləcə söz çəkib insanı başqa səmtlərə aparır. Bəzi insanlar var ki, çalışır ki, qarşı tərəfdən səhv tutsun, hansı yollasa onu yuxarıdan aşağı salmağa çalışır. Bəzi insanlar elə bilirlər ki, bu alimlər bütün bu danışdıqlarını hazır vəziyyətdə əl atıb, kitabı götürüb kitabın üzündən oxuyurlar. Daha bilmirlər ki, elə məsələlər adamın qarşısına çıxır ki, indi gəl o məsələni həll elə və elə ki, sənin adına da söz gəlməsin, həm də Allah yanında da günahkar olma. Çünki sabah qiyamətdə etdiyin əməllərə və dediyin hər bir kəlməyə görə məsuliyyət daşıyırsan, bir səhv etsən, xalq da sənin o səhv dediyin hökmü etsə, onların da etdikləri günahların hamısı sənin cınağına yüklənəcək. Nə yaxşı əvvəldən 100 ölç, bir biç. Yəni bu alimlik, mollalıq etmək, yemək bişirən aşpazın işinə bənzər. Bir fərqlə ki, aşpaza lazım olan yeməklər, ədviyyatlar əlinin altında olur. Yeməyə hansı ədviyyat ya hansı yeməklər lazımdırsa, həmən anda əlini atıb o yeməyi götürüb yeməyə atır və yemək də dadlı olur. Alim də gərək hansı sözü harda demək və ya deməmək lazım olduğunu bilə. Odur ki, alimin qarşısına belə çətin məsələlər çıxanda gecə gündüz beyni, ürəyi ilə danışır, yuxusu, beyni pozulur, yuxusu ərşə çəkilir. Çünki gərək bilə ki, hansı sözü harda demək lazımdır. Gələk əsas mətləbə. İrəlidə mən bir söz işlətdim. Dedim ki, Allah Teala insanın talihini hamıya eyni yazır. Burada bəzi bacı və qardaşlar bu sözü irad tutub birdən deyərlər ki, bəs nə səbəbə bəzi qadınlar dünyaya övlad gətirəndə onların övladları naqis, xəstə, hətta eybəcər halda dünyaya gəlirlər. Burada bu uşağın nə günahı var və ya nə səbəbə belə olur? Bunun cavabı belədir. Bilmək lazımdır ki, ilin və günlərin içində elə günlər və saatlar var ki, o günlərdə və saatlarda öz qadınınla, yəni öz halal yoldaşınla yaxınlıq etsən, əgər həmən yoldaşının bətnində övladın olsa, o övlad naqis olacaq, yəni ya xəstə, ya eyvli, ya lal, kör, dəli və s. onlardan olacaqlar. Bəzilərini onlardan indi yeri gəldiyi üçün sizə deyəcəyəm. Yəni burada da biz özümüz günahkarıq. Bütün aylar 12 aydır. 12 ayımız yəni var. Bir ayın içində bu 12 bürcdən keçir. Həmən bürclərin adı belədir. Həmil, Sur, Cuza, Sərətan, Əsəd, Sümbülə, Mizan, Əqrəb, Qus,
Cədidəluhu bir ay ərzində ay bu bürclərdən keçir. Hər bürcüdə 2 veya 2 gün yarım, 3 veya təxminən 3 gün yarım qalır. Əhl-i Beyt və imamlarımızdan bizə gəlib çatan xəbər belədir ki, ay 8-ci bürc olan Əqrəb bürcündə olanda kişi ilə qadın bir-birlərindən uzaq olmalıdırlar. Yəni əlaqədə olmamalıdırlar. Dediğim bu vaxtlarda qadından uzaq olmalıdırlar veya ay düz insanın başı üzerinde olanda qadın veya qadınla əlaqədə olan vaxtda onun vaxtı haiz olan vaxtı olsa yenə də qadından uzaq olmalıdır. Belə vaxtda əlaqədə olmaq haramdır. Belə ki, qadın nə qədər ki pak olduqdan sonra usul etməyib onunla yaxınlıq etmək haramdır. Və belə ki, arxadan yaxınlıq etmək yenə də haramdır. Belə ki, 3-cü gündə yaxınlıq etmək düzgün deyil. Belə ki, günəş altında və ya işıqda yaxınlıq etmək də ana bətnində olan uşağın baxsız düşməsinə səbəb olar. Həzrəti Sadiq əleyhissalam buyurub ki, ayın əvvəlində, ortasında və ayın axırında öz qadınlarınızdan uzaq olun ki, bu sizin uşağınızın sikt olmasına, yəni ziyan olmasına səbəb olar. Və ya olsa da uşaq divanə, yəni dəli olar. Və ya yuxuda yeriyən və ya əsəb xəstəsi, yəni epilepsiya olar. Həzrəti Rəsul buyurub ki, hər kəs öz yoldaşı ilə haiz vaxtı yaxınlıq etsə, övladı mübtəla olar, yəni xəstə olar. Yəni növ xəstəliklər onda baş verər. Ona görə də heç kəsi məlamət etməyin. Yəni özünüzü qınayın ki, özünüz bu işlərə səbəbsiniz. İmam-ı Sadiq əleyhissalam buyurub, hansı uşaq haizdən əmələ gəlsə o bizi düşmən tutar. Onları da düşmən tutan Allah'ı da tanıyan olunmaz. Belə ki, İmam-ı Sadiq əleyhissalam yenə də buyurub, yaxınlıq etdiyiniz zaman danışmayın. Əgər danışsanız övladınız lal dünyaya gələr və həmən vaxt qadının fərcinə baxmayın ki, o vaxtda olan uşaq kör olar. Belə ki, uşaq yanında öz yoldaşınızla yaxınlıq etməyin ki, o uşaq zinakar olar. Yenə də Peyğəmbərimiz buyurub, Allah'a and olsun ki, canım onun qəbzi qüdrətindədir. Əgər bir şəxs öz övrəti ilə yaxınlıq edən vaxtı və o otaqda kimsə olsa, onları görsə və onların səsini və nəfəslərinin səsini eşitsə, onlardan olan uşaq düz övlad olmaz və o övlad zinakar olar. Belə ki, üzü qibləyə yaxınlıq etmək də düzgün deyil. Belə ki, gəmidə də qadına yaxınlıq etməyəsən və məşruhdur ki, gün çıxanda və günəş batana yaxınlıq etmək olmaz. Quran olan otaqda da bir otaqda yoldaşınla yaxınlıq etmək olmaz. Peyğəmbərimiz buyurub, belə halda qorxuram, göydən bir ot gəlib onları yandırar. Peyğəmbər sallallahu əleyhissalama buyurub, yoldaşınla o vaxt yaxınlıq et ki, hər ikinizin ayrıca dəsmalı olsun ki, ayrılıqda özünüzü silib təmizləyin. Hər ikiniz bir dəsmalla silinməyin ki, sizin aranıza düşmənçilik düşər. Ya əli, ayaq üstə yoldaşınla yaxınlıq etmə ki, bu növ işi eşşəklər edər. Əgər bu vaxt övladınız olsa eşşək kimi olar və yerini batıran olar. Ya əli, Eid-i Fitr bayramı, yəni cuma, yəni yaxınlıq eləmə ki, əgər övladın olsa ondan çox şərlər zahir olar. Qurban bayramının gecəsi cuma etmə ki, əgər bu gecədə etdiyin cumadan övladın olsa 6 barmaq ya 4 barmaq və ya hansı əzası artıq əskik olar. Ya əli, meyvə ağacının da altında cuma etmə ki, əgər övladın olsa cəllad və daş ürəkli olar. Əgər rəis olsa zülm edən qəddar olar. Günəşlə üz-üzə cuma etmə ki, halı pis olar. Bu işə məcbur olsan pərdə as ki, günəş sənə düşməsin.
Əgər bunu etsən, yəni pərdə asmadan etsən elə xəstə olar ki, tayin ki ölər. Ya əli azan ilə iqamə arasında cuma etmə ki, əgər övladın olsa qan tökən olar. Ya əli elə ki ailən hamilə oldu, onunla yaxınlıq etmə, dəstəmazsız etmə ki, əgər belə etməsən, o övlad ki olar, qəlbi kör və paxıl olar. Ya Əli, Şaban ayının 15-ci gecəsi cuma etmə, əgər övladın olsa, şum xasiyyət olar və üzü qara olar və sənin həmişə üzü qara edər öz pis əməlləri ilə. Ya Əli, Şaban ayının axırıncı günü cuma etmə, əgər cuma etsən, övladın olsa çox zalim şəxs olar. Və onun əlində çox insanlar tələf olar. Ya Əli, evin banında cuma etmə ki, övladı münafiq olar və pis qanunlar qoyan olar. Ya Əli, səfərə gedən gecənin gecəsi cuma etmə ki, əgər övladın olsa maluvi dağıdan olar. Yəni çox israfçı olar və şeytanın dediyin edən olar. Əgər 3 günlük yol gedəcəksənsə cuma etmə, əgər belə halda cuma etsən, övladın olsa düşmənə kömək edən olar və zalim olar. Ya Əli, birinci günün gecəsi cuma et ki, övladın hafızı Kur'an olar və Allahın ona verdiyi qismətə razı olar. Ya Əli, axşamın əvvəlində cuma etmə ki, əgər övladın olsa amanda olmaz, ona buna seyr edən olar. Ya Əli, bu dediklərini məndən qəbul et. Ya Əli, sizə nəyi edirəm, göyün altında açığa cuma etməyi və yolun üstündə cuma etmə. Sonra buyurdu, hər kəs yolun ortasında cuma etsə, bütün mələklər və insanlar ona lənət edər. Sonra Həzrət buyurdu, çalışın cuma edəndə gizlin olsun, bir də ruzi istəyəndə, səhər sübh vaxtı və ya dan yeri ağararkən Allah'dan ruzi tələb edin. Əli əleyhissalam buyurdu, Peyğəmbər buyurdu, elə ki qadın və kişi cuma edirlər, tamam üryan, lüt olmamalıdırlar. Necə ki iki eşək kimi, əgər belə etsələr, bütün mələklər onlardan uzaq olarlar. İmamlar buyurub, 9 yaşdan aşağı qız ilə yaxınlıq haramdır. Sübhün tülüğündə də cuma etmək məkruhdur, ta gün çıxana kimi. Bir də gün batmağa başlayanda ta tamam aradan gedənə qədər. Və o gün ki ay tutulur və ya günəş tutulur, o gündə də cuma etmək olmaz və qara yel əsəndə və qırmızı yel əsəndə və sarı yel əsəndə. Əgər belə vaxtlarda cuma etsən, yəni övladı onun naqis doğular. O övladda xeyir görməz və Allahın üstündə adı olan üzük barmağında olan halda da qadınınla cuma etmək düzgün deyil. Belə ki, Məhərrəmlik ayının birinci günündən 17-sinə kimi qadından uzaq olsan daha yaxşıdır. Amma Tasua və Aşura və xüsusən imamın 7-sinə kimi ailənlə əlaqədə olsan, əgər qadının boynu övlad düşsə naqis olacaq. Bütün bunları deməkdə sizə həm bu noyu insana, möminə bilməsi lazım olan məsələləri bildirmək idi. Həm də bilməyiniz yaxşıdır ki, biləsiniz ki, əgər bir şəxsin övladı naqis, xəstə, qəddar dünyaya gəlirsə, bu bizim öz günahlarımız üzündən olur. Burada biz Allahı günahlandıraraq ədalətsiz adlandıra bilmərik. Çünki Allah bizə yaşamağın qaydalarını öz peyğəmbərləri vasitəsilə çatdırıb, yəni bizə tamam höccət edib. Amma biz özümüz Allah Taala'nın belə dəyərli bizim xeyrimizə olan sözlərini eşitmək və öyrənmək istəmirik. Nəticədə də avam olub ürəyimizin istəklərinə, şeytani vəsvəsələrə qulaq asıb hara gəldi toxuyuruq və nəticədə əzab, əziyyətlərlə üzləşməli oluruq. Nəticə budur ki, dünyada çəkdiyimiz əzab, əziyyətləri biz özümüzə edirik. Bu məsələləri Allah Taala'ya isnad edə bilmərik. Əksinə Allah Taala öz peyğəmbərləri vasitəsilə
Bize en güzel yolları gösterip sadece biz özümüz Allah elmlerine laqeyd olduğumuz için hayatta azab, əziyyətlərlə üzləşməli oluruq. Sonra da deyirik ki, Allah mənə naqis övlad verib və ya məni niyə xəstə edib və s. Bununla da bu söhbəti də tamamlayıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.